Elşad Miri savaflı insandır. Özünü yorma, bir rəyləri oxu, görəsən həqiqətləri. Ümumiyyətlə, sən kimi insanlar adətən cümlə qura bilmədən gəlirlər burada yazırlar və əminəm ki, yəni bir 99%-nin, yəni ümumiyyətlə dindən anlayışı olmayan insanlardır ki, gəlib Elşad Miri bir-ikinə söz deyib orada publika yaradıb və demək olar ki, o şeytan necə insanların ağlını oğrayır, eyni ilə də o da həmin qaydada sizin ağlınızı oğrayıb və burada yazılmışsan ki, rəyləri oxuyur. Rəylərdə bəli yazıblar Elşad haqqında təriflər. Ələlxüsus da onlar bilsən kimlər olar. Mən bir rəydə oxudum, yazıblar ki, Elşad Mirini tərifləyən elə Adnan Oktarın o kədiciklərindən heç bir fərqi yoxdur. Elşad Mirini mən digər videolarında paylaşaram ki, Fəthullah Gülənə qədər deyir ki, yəni mən ondan dərs almışam, Adnan Oktardan dərs almışam. Onun məzunları eyni ilə elə sizin kimi olacaq və ona tamaşa edənlərdən. Və digər məsələ ki, mən bir video bundan qabaq paylaşmışdım. Elşad Miri Quran-ı Kərimin Müddəssir surəsindəki o ayə ki var, bəhiş əhli cəhənnəm əhlini görər və onlara sual verirlər ki, mə sələkəkum fi səqara. Sizi bu səqr oduna atan nə idi? Onlar deyirlər ki, qalu ləm nəkum minəl musallin. Biz namaz qılanlardan değildik. Orada müsəllin kəlməsini Elşad Miri tərcümə eləyir, deyir ki, güya burada müsəllin kəlməsi namaz deyil və başqa mənadadır, yardım mənasındadır. Amma Quran-ı Kərimdə eyni ilə, yenə bax ayə gətirirəm, baxın, gedin ayəni açın, oxuyun. Yəni gəlib demin ki, yox bu düz tərcümə eləyib, eyni ilə həmin o söz. Quran-ı Kərimin Maun surəsinin 6-cı ayəsində orada buyurur ki, Favaylun lil musallin, vay olsun namaz qılanların halına. Hansı namaz qılanlar? Ellezine hum an salatihim saun. Hansı ki onlar öz namazlarından qafildirlər. Demək burada da musallin kəlməsi keçir. Gör nədir? Favaylun lil musallin. Orada deyir ki, ləm nəkum minəl musallin. Eyni kəlmədir. Yəni, yaxşı, bu Elşad Miri gələcək, həmin bu Maun surəsindəki sual verir, Allah ki, deyir, onlar namazlarından səhlənkardırlar. Burada nə deyəcək? Deyəcəklər ki, bunlar yardım eləməkdə səhlənkardırlar. Nə oldu? Elə bir kəlmə bir yerdə başqa mənada, digər başqa mənada eyni söz deyə. Yəni, Quran-ı Kərimin gəlib burada yenə inkarçı rolunda oynayıb Elşad Miriyə tərəf tutanlar ki var. Bax, mən ayə deyirəm. Ondan qabaq da ayə gətirdim ki, baxın,